Deməli, dəyərli izləyicilər, bir daha xoş gördük sizi. Bəzən əksər avtomobil həvəskarları SUV-la, yəni SUV ilə crossoveri dəyişik salırlar. Çünki bu avtomobillər vizual olaraq bir-birlərinə çox bənzəyirlər və bu bənzərliyə görə əksəriyyət elə bilir ki, crossoveri alıbsa bu avtomobil yolsuzluqdur və hara istəsələr sürə bilərlər və s. və s. Əslində mən SUV-la crossoverin fərqini sizə göstərmək istəyirəm. Arxamda fikir versizsə iki eyni belə deyək, hündürlükdə avtomobil var, amma əslində bunun biri SUV-dur, yəni SUV-dir, digəri isə crossoverdir. Fərqləri nədir? Bunu detallı şəkildə sizə göstərəcəm. İndi kameranı fırlayıram həmin avtomobillərə, danışacağım. Diqqətlə qulaq asın ki, dinləyin ki, bu avtomobilləri, yəni SUV-la crossoveri dəyişik salmayasınız. Bəli, dəyərli izləyicilər, deməli qarşımızda bir Hyundai Santa Fe var və digər tərəfdə də Jeep var və həmin Jeep artıq çoxlarımıza, yəni avtomobil həvəskarlarına xüsusi olaraq bələddir bu avtomobil, yəni tanışdır. Jeep belə deyək də SUV-dir, SUV-dur. Bu avtomobil isə crossoverdir. Yəni crossover SUV-dan hündürlük baxımından belə deyək də vizual görünüş olaraq hardasa bənzərliyi olsa da, amma bu avtomobillərin ikisinin də təyinatı fərqlidir. Yəni SUV daha çox yolsuzluq avtomobilidir. Xüsusilə də Amerikada bu avtomobillər çox bəyənilir və daha çox kənd təsərrüfatı sahəsində, eləcə də gündəlik o yolsuzluq şəraiti olan istiqamətlərə sürüşündən tutmuş, yük daşımasından tutmuş və sair məsələlərdə istifadə olunursa, digər avtomobil, yəni crossover, hündür olsa da, SUV-u xatırlatsa da, amma komfort var bu avtomobildə. Xüsusilə də komfortlu olduğuna görə, yol tutuşu olduğuna görə bu avtomobillərə crossover deyilir. SUV avtomobillər bir balaca yolda, uzun yollarda idarə etmədə bəzən bəzilərimizə narahatlıq yarada bilərsə, əksinə crossoverlər SUV-a nisbətən daha komfortludur, daha çox yol tutumludur. Belə, bu avtomobillərin fərqli cəhətlərini mən sizə izah eləmiş oluram. Bir daha qeyd edirəm ki, hündürlük və təkərlərinin böyük olması, ümumi gövdənin hündür olması sizdə hər hansı formada bir anlaşılmazlıq yaratmasın. SUV-la təbii ki, crossover tamam başqa anlayışlardır. Bu iki avtomobillərin təyinatı tam fərqli təyinatlardır. Fikir verirsinizsə, avtomobilin gövdəsi, necə bir konstruksiya üzərində qurulması artıq kənardan baxanda görünür ki, SUV necə bir hündürlükdə və necə bir yolsuzluq şəraitində idarə olunmasını özündə göstərir ki, mən əslində təyinatım bu istiqamətədir, bu istiqamətdə məni idarə edə bilərsiniz. Yəni, mən uzun yollarda rahat sürüş üçün təyin olunmamışam. Düzdür, şəhər içində çoxlarımız maraqlıdır bu avtomobili idarə etmək, amma crossover isə fikir verirsinizsə, hündürdür, hündür olmağa yerdən, asfaltdan hündürdür. Amma genişliyi, rahatlığı və bu avtomobilin komfortu, yol tutuşu və içərisinin daha rahat olması bunun crossover olmasına bir işarədir. Fərqlər, yəni ki, vizual olaraq fərqlər budur. Amma təyinat olaraq, funksiya olaraq daha çox fərqlər var ki, onu detallı şəkildə izah edib sizlərin vaxtını almaq istəmirəm. Amma vizual görünüş olaraq sizlərə bu avtomobilin fərqini mən göstərmək istədim. Bəli, SUV və crossover deyəndə bu avtomobilləri bir-biri ilə heç vaxt dəyişik salmayın. Çünki bu avtomobillərin təyinatları, yəni funksiyaları tamam fərqli bir funksiyaları var. Görünüş eyni olsa da SUV-la crossover yekun olaraq onu demək istəyirəm ki, fərqli avtomobillərdir.